gözəl. Lakin mən heç cürə Arzu xanımın fikirlərinə razılaşa bilmərəm. Bəli. Mən öz vətəndaşlıq borcumu yerinə yetirmək istəyirəm, bu fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki siz canlı efirə çıxırsınız. Məmnuniyyətlə. Düzdür, sizin kanalınızda müəyyən, necə deyirlər, Azərbaycanın belə deyək də, əleyhinə və yaxud da ki, xoşagəlməz sözlər də eşitmişik. Bəli. Bu bizi narahat etməyə bilməz. Nə kimi? Siz Nə kimi filologsunuz, sözlər? cənab Fərdi. Mən də filoloqam, filolog elmlər namizədiyəm. Çox məmnunum. Məsələn, belə seçki qabağı kampaniyanın kəsilmədiyi dövrdə siz İsa Qəmbərin orada təbliğat xarakteri çıxışını vermişdiniz. Kamran müəllim, siz Bəli. bilirsiniz ki, bağışlayın, mən icazə istəyirəm sizdən ki, biz sırayla qabağa gedək söhbətimiz. Fikrimi izah eləməyə imkan yaradacağız. Əlbəttə, amma mən belə təklif edirəm sizə, razı olsanız, sırayla qabağa gedək, söhbətləşək. Elə belə başlamaq istəyirəm. Burada Arzu xanım bir sıra təşkillərini dedi, yəni güya ki gördüklərini dedi. Amma mən birbaşa o işin icrası kimi deyə bilərəm ki, bu ilki seçkilər Bəli. bütün seçkilərdən köklü şəkildə fərqləndi. Aha. Və bizim xalq, mən deyək ki, ucqar bir Dağətəyi kənddə sədr olmuşam. Hələ bu kənd o cür seçki, o cür mütəşəkkil şəkildə keçirilən seçki görməmişdi. Bəli. Və onun savadlısı, savadsızı mütləq gəlib özü səs verirdi ki, Bəli. onun yerinə başqası səs verməsin. Hətta müxalifət nümayəndələrini mən şəxsən qutunun yanında oturdurmuşduq ki, orada əyər-əskili olmasın. Bəli. Yəni ki, qeyri-qanuni bir iş olmasın. ATƏT-in nümayəndələri gəldilər. Aha. Şəxsən bizim Ucqar kəndimizə. Bəli. Yəni bizim bütövlükdə o seçki prosesimizi tam bəyəndilər. Baxmayaraq ki, biz Ucqar kənddə bunu aparmışıq. Bəli. Çünki seçkiyə biz qabaqcadan hazırlaşmışdıq. Yəni onun təşkil olunma formasını biz eləmişdik. Biz Bəlkə çünki onun sədri Kamran Kazımoğludur. O seçki məntəqəsində. Bəli. İndi o da ola bilər. Yəni bizim imkanımız. Lakin İdarəçilik çox önəmlidir. Ümumiyyətlə cənab Fərdi, biz ümumiyyətlə imkan yaratmadıq ki, bu seçkidə saxtakarlıq olsun. Bəli. Çünki xalq artıq öz seçimini etmişdi. O inanırdı ki, Azərbaycan üçün nə etmişsə, məhz Heydər Əliyev etmişdir. Bəli. Və Heydər Əliyev kursunda davamçısı yalnız İlham Əliyev ola bilərdi. Bəli. Və biz müsavatın da hakimiyyətini görmüşdük. Və çox, necədirlər, əfsuslar olsun ki, hələ heç seçkinin rəsmi o nəticələri bəyan edilməmişdən İsa Qəmbər artıq özünü, iş yüzünü göstərdi. Yəni o günahsız körpəni, o günahsız insanları o günə salanda artıq onlar ona qabaqcadan hazırlaşmış. Çünki bilirdilər ki, onlar səs toplaya bilməzlər. Biz müxalifətin iştirakı ilə səs verməni yoxlayanda siz bilirsinizmi bizim məntəqədə İsa Qəmbərin partiyası nə qədər səs topladı? Nə qədər? 0. O. Bəli. Yəni ümumiyyətlə xalq özü hətta açıq bəyan edirdilər ki, xahiş edirəm, yəni ki orada bizim qaydaya görə seçki komissiyasının üzvləri heç bir işə qarışa bilməzdi. Bəli. Heç bir göstəriş də verə bilməzdi və o həmin qayda qanunla da biz getdik. İndi bəlkə də tanımırsınız, mən o prinsipallığı həmişə saxlamışam. Yəni o qayda qanunlara da biz riayət etmişik. Bəli. Və cəmaat özü soruşurdu, xahiş edirəm göstərin görüm ki, öz səs verənlərdən qaydaya görə İlhamın xanası hardadır? Və orada səs verirdilər. Və biz əmin idik ki, İlham Əliyev mütləq qələbə qazanacaq. Və belə də oldu səs vermənin nəticələrində. Yəni bizdə deyək ki, belə bir qanun pozuntusu da olmadı ki, zərrə qədər bizim adımıza, ümumiyyətlə Lənkəranın o seçki dairələrinin adına xələl gətirsin. Bəli. Və çünki bu cürdə tapşırıqlar biz almışdıq ki, ümumiyyətlə seçkidə pozuntuluq olmasın. Lakin Arzu xanım burada nəyəsə əsaslanır, hardasa görüb, hətta bizdə belə hallar oldu ki, qabaqcadan ən azı seçkiyə 3 gün qalmış, hansı ki qanuna görə 24 saat qalmışa qədər icazə verildi. Bütün xəstələrin ardılarından ərizə bizə daxil olmuşdu ki, mən səs verməyə gələ bilmərəm, xahiş edirəm səs vermə billetini evə göndərəsiniz. Amma qabaqçı hallarda belə şeylər olmamışdı. Biz isə onların tam təmin elədik. Maşınla evlərə getdilər. Orada özdəki müxalifətin nümayəndəsi ilə və iki müxalif partiyaların müşahidəçiləri ilə bir yerdə biz onları göndərdik. Və tam səs çoxluğundan İlham Əliyev bizdə qələbə qazandı. Və mənim sizdən bir xahişim nədən ibarətdir? Bilirsiniz, Azərbaycan indi artıq demokratik şəkildə doğrudan da inkişaf edir. Və hətta cənab Heydər Əliyev prezidentliyi dövründə İran
nümayəndələrlə, səfirliyinə də görüşüb, prezidentinlə də görüşüb. Həmişə də İranla aralarının deməli möhkəm olmasını arzulanmışdır və buna çalışmışdır. Bəli. Çünki qonşu dövlətdir, Azərbaycanın yarısı oradadır. Yəni bunların hamısını bilərəkdən... Azərbaycanın yarısı oradadırdan məqsədiniz nədir? Məqsədim Türkmənistan müqaviləsidir. Yəqin ki, siz onu yaxşı bilirsiniz. Aha. Yəni bu münasibət... Bu Azərbaycanın ərazisidir sizcə? Sualıma cavab verin. Sualıma cavab verin. Azərbaycanın yarısı oradadır, çox ciddi sözdür. Azərbaycan Respublikasının yarısı bizdədir. 1828-ci ildə ikiyə bölündü. Aha. Eləmi? Azərbaycan ikiyə bölünmədi. İranın bir hissəsi ayrıldı İrandan. Onu siz indi bu cür təkidlə deyə bilərsiniz də. İndi İranın siz necə təkidlə deyirsiniz? Siz əgər deyirsiniz də yenə də günah İrandadır. Aha. Nə üçün öz bir hissəsində ayrılmasına imkan verdi? Eybi yoxdur, günah hər kimdədir, işim yoxdur. O dövlət əvvəl Azərbaycan dövləti yaranıb. Çox sağ olun. Biz indi tarixdən mübahisə eləməyək. Bəli. Yəni fikirləriniz maraqlıdır mənim üçün. Bağlı fikirləri deyə, yəni bu həmişə bizim prezidentimiz çalışıb ki, İranla münasibətini yaxşılaşdırsın. Eləmi? Amma bu kanal ümumi götürəndə İran dövlətinin də buna fikri var, Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa doğru gedir. Düzdür, biz Azərbaycanda eşitdiyimizə görə İranda Azərbaycan məktəbləri yoxdur, ancaq təəssüflər erməni məktəbləri var. Bəli. Eləmi? Sizdə talış məktəbləri olmadığı kimi çox şeylər yoxdur. Bəli, talış tədrisi gedir. Bizdə talış tədrisi gedir, dərs vəsaitləri çıxır burada. Amma biz istərdik ki, istər kompas sizin sözləriniz qurtardı ya yox, Kamran müəllim? Fikrimi tamamlayayım. İstər kompas verilişi, istər digər verilişlər Azərbaycanın bu demokratik inkişafına müəyyən qədər başqa prizmadan baxmasın. Yəni müxalifətin gözü ilə baxmasın. Bir dost gözü ilə baxsın. İnşallah. Biz dost gözü ilə baxmasaydıq sizi 5 dəqiqə canlı efirə buraxmazdıq ki, orada gəlib siz bizdən torpaq iddiaları eləyəsiniz. Mən də elə 5 dəqiqə danışmazdım. Eləmi? Siz 5 dəqiqə müsbət danışsaydınız çox yaxşı olardı. 8 dəqiqə, 8 dəqiqə danışıbsınız. 8 dəqiqə danışıbsınız, amma sözlərinizdən mən, icazə verin mən də sizə danışım. Buyurun. Sözlərinizdən bu iki nöqtəyə cavab verirəm. Birincisi bu ki, dediniz, Azərbaycan əleyhinə təbliğat eləyir sizin bu proqram. Bu Azərbaycan əleyhinə əgər bu sözlərimizi, bu proqramımızı ki, siz 8 dəqiqə İrandan torpaq iddiası ilə söhbət edəndə, bundan əgər siz Azərbaycan əleyhinə proqram hesabatı çıxarırsınızsa, o xalqın qəzavətinə buraxılır. Siz deyirsiniz ki, biz bir dəqiqə gözləyin, mən 8 dəqiqə sizi qulaq astım. Mən 8 dəqiqə sizə qulaq astım, hörmətli filologiya elmlər doktoru. Siz deyirsiniz ki, biz təbliğatın qadağan olduğu zaman, təşviqatın qurtardığı, kampaniyanın qurtardığı zaman biz müxalifəti efirə çıxardıq. Xarici bir televizyon bir ölkənin qanunlarına, kampaniya və ya seçkilər qanunlarına uymamalıdır. Onlara məcbur deyildir onları gözləməyə. Sizdə əgər kampaniya saatı... Bir dəqiqə məni gözləyin. Əgər kampaniya saatı sizdə hər hansı saatdə qurtarmışdırsa, bizim efir açıq idi. İsa Qəmbərdən qabaq 13 dəqiqə Etibar Məmmədov danışdı. Niyə sizin televiziyalar ona etiraz eləmədilər? Bu bir. İkinci, siz deyirsiniz ki, bizdə erməni məktəbləri açıqdır, Azərbaycan məktəbləri bağlıdır. Bu, Azərbaycanda təəssüflə 10 illərlə sizin həman rəhmətli Heydər Əliyevin müsaidə etdiyi və icazə verdiyi televiziya kanallarında, Allah şəfa versin əgər sağdırsa, Allah can sağlığı versin, televiziya kanallarında gətirib bir inşaat fəaliyyəsini lider kimi televiziyaya çıxarmaq və onların təbliğatının zəhərləndirilmələrinin nəticəsidir sizdə olan bu bilgilər. Bizdə mən dəfələrlə dedim, 43-44 universitetdə Azərbaycan türkçəsi tədris edilir. Hələ sizdə Azərbaycan dili və Azərbaycanca deyilir bizim adımıza. Gəlin bunları biz aradan çıxardaq, erməni filan filan. Bu söhbətlər çox uzun söhbətlərdir. Siz özünüz də yaxşı bilirsiniz ki, bu əllər hardan çıxır. Gəlin bu söhbətləri aradan çıxardaq, bu söhbətlərə çox toxunmayaq. Müsbət şeylər, ondan sonra deyirsiniz, Azərbaycanın yarısı İranda qalıb, ona görə yaxşı münasibətlər qurmaq istəyir. Baxın, mən də istərdim ki, siz çox sağ olun, sizin söhbət vaxtınız qutardı. Sağ olun, mülahizənizə görə təşəkkür ederim.